Gələ xanım, burada biz üstünlüyə malikik. Bilsən niyə? Çünki eyni həmət ulaşlarında sağdan qalan üstünlür. Bax, fikirsən üstün nişanlar yoxdur. Biz də solumuzdakılara nəzərən sağdan yaxınlaşırıq. İndi azad sürətini. Baxmayaraq üstünlük, amma yavaş-yavaş get. Qarşımızda sıxlıq var. Get biraz da qarşıya. Sol dönmüşün yanılır. Sola doğru gedəcək çünki. Tələbəm Jalə xanımla bugün şəhər daxil sürmə dərsimizdəyik. Gələ, bax, o soldakı maşını artıq gözləməli, gözləmirlər. Görsən, gəl, imkan tapar, çıxaq biz bu şəhərdən. Bax, maşını görsən neyinir? Sür indi. Qayda pozur. Sür. Sür, sən də biraz artır, bir balaca artır, sürətini artır. Və sağını yandır, indi keç sağa. Ay, sağ ol. Gəl, indirdən sağa gedək. Niyyətimdən sola aparmalı səni, eyb yox, çıxdıq ya sağa gedək, sağa gedək. Dönüş elə bir dənə baxın. Ay maşallah, əlini qaytar. Tələsmirik. Çox atılma, o məsafəni saxla. Özünüz necə şeysiz? Şükür. Yaxşı Sizin olasınız. sayənizdə yaxşı. Təşəkkür, əhsən sənə. Allah sizlərə qorusun. İnşallah ki, yollarda diqqətli olmaq lazımdır. Təmkinli olmaq lazımdır. Sürərkən maksimum şəkildə ehtiyatlı olmalısan. Sağa dönmüşünün yanında biz o sağa keçək. Bax, sağ gücdən sonra. Biraz artırarak, aferin, gel, söndürme, gel, bak, DF maşını görsən, bak, onun zılana düş, görsən dairə nişanı var, dairə yol nişanı, 4 nişanı, o deməkdir ki, soldan qalan olsa onu gözləməliyik, biz sağa verəcəyik, amma bax, soldan çevir, bax, azad sürətindən, bax, maşın gəlir, gözlə, onu gözlə, traktörümüz kəsir, gözləməliyik, gözləməsən 100 manat cəriməsi var, hətta balı da var, bax, kamazdan sonra sürülür, bax, o birisinin traktörü kəsir. Sağ ol. Həlaçı. Bayaş dönün indi. Biraz artıraq bir balaca. Yaxşıdır. Gələ xanım, uğurlar olsun. Çox sağ olun. Əllər 3-9 istiqamətində, əhsən sizə. Afərin, aldığın sürətindən əhsən. Qarşılaşın nəqliyyat fazlasına görə. Düzlədim. Hər hansı bir çətininiz olsa deyin. Ondan vurulur.